Hər kəsə salam. Bu gün mən sizə güvən nəşrlərinin 11-ci sinif buraxılış tipli sınaq 1 testlərinin izahını verəcəm. Baxaq birinci suala. Deyir ki, A tək, B isə cüt ədəd olarsa aşağıdakılardan hansılarının qiyməti cüt ədəddir? A tək olduğuna görə A-nın yerinə bir dənə tək qiymət 1 verək. B də cüt olduğuna görə B-nin də yerinə cüt qoyaq. Yəni 2 qoyaq, yoxlayaq görək ifadələrdən hansının qiyməti cüt olur. Birincidə A kvadratı. 1-in kvadratı olacaq 1, üstə gəlsin 3 vur 1 vur 2, 6. 6 ilə 1-i toplayırıq 7. Bu elədi tək. İkincidə A vur B. 2-ni 1-ə vururuq 2. Üzərinə gəlirik 2-nin kvadratı 4-dür. 4-ün üzərinə 2 gəlirik 6. Bu cütdür. 3-ü yoxlasaq B-nin kvadratı. 2-nin kvadratı 4 olur. A-nın kvadratı 1. 2-ni 1-ə vururuq 2. 4-ün üzərinə 2 gəlirik 6. Bu da cütdür. 3 vur 1 vur 2 olacaq 6. Üzərinə gəlirik 2-nin kvadratı yəni 4 olacaq 10. Bu da cütdür. Deməli 2, 3, 4. Doğru cavab C variantı. Aşağıdakılardan neçəsi doğrudur? A kəsişmə B ad çoxluğudur A-nın. Bəli, A ilə B-nin kəsişməsinin elementləri A-ya da daxildir. Ona görə ad çoxluğu olacaq. 1 doğrudur. A ilə B-nin kəsişməsi ad çoxluğudur A ilə B-nin birləşməsinin. Bəli, A ilə B-nin kəsişməsinin elementlərinin hər biri ad birləşmə B çoxluğunda olacaq. Deməli, bu da doğrudur. A kəsişmə boş çoxluq. A ilə boş çoxluğun kəsişməsi boş çoxluq olur. Bu doğru deyil. A ilə boş çoxluğun birləşməsi A-dır. Bu doğrudur. A ad çoxluğudur A birləşmə B-nin. Bəli, A-nın bütün elementləri A birləşmə B-də olacaq. Ona görə bu da doğrudur. Deməli, neçəsi doğrudur? 4 dənəsi. Rənglənmiş hissəni tapın. Rənglənmiş hissə, bax fikir versək, burada A ilə C-nin, yəni birləşməsindən bu ortada A hissəni çıxıblar. Baxın, yəni bu B çoxluğudur da. Yəni B çoxluğunu çıxıblar, yerdə qalıb ştrixlənmiş hissə. Yəni doğru cavab B variantıdır. İfadənin qiymətini hesablayaq. 1 üstəgəl 2-də 1. Bizə verir 2-də 3. 1-dən 3-də 1 çıxsaq olacaq 3-də 2. 1-in üzərinə 4-də 1 gəlsə olacaq 4-də 5. 1 çıx 5-də 1 olacaq 5-də 4. Və s. 1 üstəgəl 24-də 1 olacaq 24-də 25. Baxaq 2-lər ixtisar gedir. Bu 3 ilə bu ixtisar gedir. 4 ilə 4, 5 ilə 5. Deməli, bura qədər ixtisar gedir. Sonda qalır 24-də 25. Doğru cavab B variantıdır. Şəkər tozunun 1 kiloqramının qiyməti 2x manatdır. Əgər şəkər tozunun qiyməti 25% artarsa 3x manata neçə kiloqram şəkər tozu almaq olar? Deməli, 1 kiloqramın qiyməti əvvəlcə 2x manatdır. 25% artırsaq olacaq, yəni 2x-in 125%-ni tapırıq. 125-ə vurub 100-ə bölürük, yəni bu faiz. Olacaq, deməli, 2,5 x. Deməli, artandan sonra şəkər tozunun 1 kiloqramının qiyməti 2,5x olur. İndi tənasüb quraq. 1 kiloqramı 2,5x olarsa, neçə kiloqram, yəni x kiloqram, x yazmayaq da bu x ilə eyni olmasın. Tutaq ki, y kiloqram 3x manat. İndi buradan tənasüb quraq, çarpaz vuraq. Olacaq 3x bərabərdir 2,5x y-ə. Buradan y-i tapsaq, olacaq 3x bölünsün 2,5x-ə. Da x-lər ixtisar gedir. Olacaq 30 bölünsün 25. İxtisar etsək 5-ə. Olacaq 5-də 6, yəni 1,2. Doğru cavab B variantı. 4-də 3 minus 1 bölünsün 1 minus 4-də 3. Burada surətdə mənfini qabağa versək, olacaq, baxın, birinci bu kəsri hesablasaq, surətdə mənfini qabağa versək, olacaq 1 minus 4-də 3. Bölünsün 1 minus 4-də 3. Bunlar ixtisar olunur, qalır mənfi 1. Yəni, baxın, bu kəsrin qiyməti mənfi 1 oldu. 4-də 3-ü bölürük mənfi 1-ə, üzərinə gəlirik 1-i. Bu olacaq mənfi 4-də 3, üstə gəlinsin 1. 1-dən 4-də 3-ü çıxırıq, olur 4-də 1. Doğru cavab C variantı. A böl 5 bərabərdir B böl 6, bərabərdir C böl 7, bərabərdir D böl 8, bərabərdir Y böl 9 şərtini ödəyən A, B, C, D, Y müsbət ədədlərindən hansı ən böyükdür? Baxın, bu bərabərliyi bir K ilə işarə edirəm. A, B, C, D, Y müsbət olduğuna görə K da müsbət olacaq. Onda baxın, elə bil ki, A bölünsün 5 bərabərdir K. Buradan A-nı tapsaq olacaq 5K. B-ni tapsaq olacaq 6K. C-ni tapsaq olacaq 7K. D-ni tapsaq 8K. E-ni də tapsaq olacaq 9K. Yəni, fikir versək, burada K eynidir. Ən böyük də olacaq 9K. Yəni, ən böyüyünə vurulub da 9. Ən böyük 9 olduğuna görə 9-u K-ya vuranda da elə ən böyük ədəd olacaq. Doğru cavab Y variantı. 18 ədədi 30 ədədinin neçə faizidir? A, B-nin neçə faizidir deyəndə A-nı B-yə bölüb 100% vururuq. İndi burada da 18 30-un neçə faizidir deyir. 18-i bölürük 30-a, vururuq 100-ə. İxtisar gedir. 6-ya bölürük 5, 6-ya bölürük 3. 5 ilə 100-ü ixtisar etsək olacaq
20. 3'ü 20'yə vururuq 60%. Y variant. ASP nöqtələri bir düz xətt üzərindədir. TKS nöqtələri də bir düz xətt üzərindədir. AP üstəgəl PS bərabərdir AC və TK üstəgəl KS bərabərdir TS olarsa hansı nöqtələr digər ikisi arasında yerləşir? Bir dənə düz xətt çəkək. Deməli, baxın, AP ilə PC-nin cəmi AC olduğuna görə deməli C nöqtəsi, üzr istəyirəm, P nöqtəsi A və C arasında yerləşir. Baxın. Çünki AP ilə PC-nin cəmi bizə AC-ni verir. Onun üçün P nöqtəsi A və C arasında yerləşəcək. Bir də TK ilə KS-in cəmi, bir dənə düz xətt götürək. Burada TK ilə K olsun. KS-in cəmi TS verir. Burada da K nöqtəsi T və S nöqtələri arasında olacaq. Yəni TK ilə KS-in cəmi olmalıdır TS. Deməli, verilən nöqtələrdən P və K digər ikisi arasında yerləşir. Doğru cavab B variantı. Şəkildə BC paraleldir DK-ya. BC ilə DK paraleldir. DK perpendikulyardır DY-yə. Və bucaq ABC 48 dərəcə olarsa bucaq BDY-ni tapın. Yəni bizdən bu bucağı soruşur. X bucağı. BC ilə DK paraleldir. Və burada AF kəsən olarsa, burada əmələ gələn bucaqlara baxaq. Burada BC düz xəttini uzatsaq, burada əmələ gələn bucaq, baxın 48 ABC bucağı ilə, baxın bu bucaq qarşılıqlı bucaqlardır. Bir-birinə bərabər olur. Yəni bu bucaqda 48 dərəcə olacaq. Bu 48 dərəcəli bucaqla ADK bucağı daxili bir tərəfli bucaqlardır. Yəni iki paralel düz xətti kəsərlə əmələ gətirdik daxili bir tərəfli bucaqlardır. Cəmləri olmalıdır 180 dərəcə. Yəni 48 dərəcə ilə bucaq deməli ADK bərabər olmalıdır 180-də. Buradan bucaq ADK-nı tapsaq 180-dan çıxırıq 48 dərəcəni. Bu da bərabər olur 132 dərəcə. Daha sonra deməli baxın bu bucağı tapdıq. ADK 132 dərəcədir. Burada 3 dənə bucaq var. X bucağı 132 dərəcəli bucaq, bir də 90 dərəcəli bucaq. Perpendikulyar olduğuna görə bu bucaq 90 dərəcədir. Bu 3 bucağın cəmi bizə tam bucağı verir. Yəni 360 dərəcəli. Olacaq X plus 90 plus 132 bərabər olmalıdır 360 dərəcəyə. Buradan X-i tapsaq 360 dərəcədən çıxırıq 222 dərəcəni. Bu da olacaq 138 dərəcə. Y variantı. 3/4 nisbətində olan 2 ədədin cəmi 28 olarsa hasilini tapın. Deməli, birinci ədəd olacaq 3K, ikinci ədəd olacaq 4K. Bunların cəmi 28 olduğuna görə 3K plus 4K bərabər olacaq 28-ə, 7K bərabərdir 28, K da bərabərdir 4. Gətirib yerinə yazsaq, birinci ədəd 12, ikinci ədəd 16. Bunların hasilini tapırıq, 12 vur 16 olacaq 192. B variantı. Deməli, A kiçikdir B, B kiçikdir 0 olarsa, A plus B-nin modulu üstəgəl modulda 2 minus B ifadəsini sadələşdirin. Deməli, biz moduldan çıxartmaq üçün bilməliyik ki, modul altı ifadə mənfidir, yoxsa müsbət. Baxaq belə. A üstəgəl B-nin modulu. A B-dən kiçikdir. A B-dən kiçikdir və hər ikisi də 0-dan kiçikdir. Deməli, A da mənfidir, B də mənfidir. 2 mənfi ədədin cəmi bizə mənfi ədədi verir. Deməli, A plus B mənfidir. Mənfidirsə moduldan əksini çıxardırıq. Yəni, olacaq mənfi A minus B. Baxaq modulda 2 minus B ifadəsinə. Burada 2 minus B-yə baxaq. B mənfidir. 2-dən də mənfi ədədi çıxanda burada 2 üstəgəl olacaq müsbəti. Yəni mənfi müsbətə çevrilir. Olacaq 2 üstəgəl. Yəni belə deyim, bu ifadə müsbət olacaq. 2 minus B ifadəsi müsbət olacaq. Müsbət olduğuna görə moduldan özü çıxır. Yəni 2 minus B olacaq. Gətirib bu ifadədə yerinə yazsaq, olacaq mənfi A minus B üstəgəl 2 minus B. Mənfi A mənfi B, mənfi B, mənfi 2B, üstə gəlinsin 2. Doğru cavab C variantı. Gündə 5 saat işləyərək 20 kvadrat metr sahəni 4 gündə şumlayan bir işçi gündə 6 saat işləyərək 30 kvadrat metr sahəni neçə gündə şumlayır? Deməli, gündə 5 saat işləyir. 4 gün işləsə, deməli 20 saat işləyəcək. 20 saata 20 kvadrat metr sahəni şumluyur. Deməli, x gün olsa, burada olacaq 6x saata 30 kvadrat metr sahəni şumlayır. Bu tənasüb düz mütənasib aslıdır. Düz mütənasib aslı olduğuna görə çarpaz vururuq. Yəni olacaq 20 vur 30 bərabər olmalıdır. 6x vurulsun 20-yə. Olacaq 600 bərabərdir 120x-ə. Buradan x-i də tapırıq. 600-ü 20-yə bölsək olacaq 5. Deməli 5 günə şumlayır. Mənfi 2,3 ədədinin kəsr hissəsini tapın. Biz bilirik ki,
Kəsir hissə heç vaxt mənfi ola bilmir. Yəni müsbət olmalıdır. Mənfi 2,3-ü yazaram belə. Mənfi 3 üstə gəlsin 0,7. Yəni burada kəsir hissə müsbət olmalıdır. Ona görə mənfi 3 üstə gəl 0,7 yaz. Yəni burada tam hissə mənfi 3-dür, kəsir hissə də 0,7. Bizdən kəsir hissəni soruşur, yəni 0,7 olacaq. 138 ədədinə hansı ən kiçik ədəd əlavə olunmalıdır ki, alınan ədəd 12, 16 və 18-ə qalıqsız bölünsün? Biz əvvəlcə 12, 16 və 18-in əkobunu taparıq. Yəni əkob 12, 16, 18. Görüm hansı ədəd bu 12, 16 və 18-ə qalıqsız bölünür. Sadə vuruqlara ayırsaq. On 18-i də sadə vuruqlara ayırsaq olacaq belə. Burada deməli 18-i biz vurmalıyıq 3 dənə 2-yə hasilinə. Yəni olacaq 18 vurulsun 8. Olacaq 144. Deməli bu hər üçünə bölünən ən kiçik ədəd 144. Bizdə də verib 138. Deməli 138 üzərinə hansı ədəd əlavə etsə 144 olar. Deməli 144-dən çıxırıq 138-i olacaq 6. Doğru cavab 6. NA birləşmə B 30, NA bərabərdir 24, NA kəsişmə B 12 olarsa NB-ni tapın. Bizim belə bir düsturumuz var. NA birləşmə B bərabərdir NA, üstə gəlsin NB, çıxılsın NA kəsişmə B-yi. Gətir burada yerinə yazaq. NA birləşmə B 30-dur. 30 bərabərdir NA, yəni 24, üstə gəlsin NB, çıxılsın kəsişmə də 12-dir. Buradan 30 bərabər olacaq 12 plus NB-yə. Buradan NB-ni tapsaq olacaq 30 minus 12, 18. Doğru cavab 18. Yağlılığı 2% olan 12 kiloqram süddə yağlılığı 4% olan 18 kiloqram süd qarışdırılır. Alınan qarışığın yağlılığı neçə faizdir? Deməli, 12 kiloqram süddə 2% yağ var. Aşağısına yazacağım 2%. Bunlar qarışdırılır. Yəni üstə gəlilsin. Digər məhlulda olacaq 18 kiloqram süddə də 4% yağ var. Bunlar qarışdırılır. Qarışdırılırsa alınan məhlulun kütləsi olacaq 12 ilə 18-ə toplayır. Olacaq 30 kiloqram. Deyir, alınan qarışığın yağlılığı neçə faiz? Yəni bu 30 kiloqram məhlulda neçə faiz yağ olar? Bilmirik. Yəni x faiz. İndi nə edəcəm? 12-ni vururuq 2-yə, üzərinə gəlirik 18 vur 4 bərabər olacaq 30 x-ə. 24 üstə gəlinsin 72 bərabərdir 30 x-ə. Buradan 30 x bərabər olacaq 96, x də bərabərdir 96-nı bölürük 30-a. 3-ə ixtisar etsək olar 32. Yəni 32 böl 10, 3,2. Doğru cavab 3,2. 2 ədədin əkobu 90, əbobu isə 5-dir. Bu ədədlərdən biri 10 olarsa digərini tapın. Deməli birini 10 götürək, digəri olsun A. Bunların əkobu, yəni əkob 10-la A bərabərdir 90-a. Əbobu, yəni əbob 10 A bərabərdir 5-ə. Digərini tapaq. Yəni bizə A-nı tapmaq tələb olunur. Bizim belə bir düsturumuz var. Yəni eyni ədədlərin əbobu ilə əkobunun hasili elə onların hasilinə bərabərdir. Yəni əkob AB 90 vurulsun əbob 10A. Yəni 5 bərabərdir 10 vurulsun A-ya. Buradan A-nı tapaq. A bərabər olacaq 450 bölünsün 10-a da 45. Elə digər ədəd 45-dir. Bölən 14, natamam qismət 25 və qalıq 10 olarsa bölünənin sadə bölənlərinin sayını tapın. Bölünəni tapanda böləni natamam qismətə vurub qalığı üzərinə gəlirik. Yəni bölünən A olsun. A-nı tapsaq 14-ü vurmalıyıq 25-ə, üzərinə gəlirik 10-u. Olacaq 360. Deyir ki, bu 360-ın sadə bölənlərin sayını tapın. 360-ı sadə vuruqlara ayırırıq. 2-yə bölürük 180, 2-yə bölürük 90, 2-yə bölürük 45, 3-ə bölürük 15, 3-ə bölürük 5, 5-i də 5-ə bölürük 1. Sadə bölənlərin sayı ilə müxtəlif sadə vuruqların sayı eynidir. Yəni sadə bölənlərin sayını tapanda təkrarlananlardan bir dənə götürəcəm. Bir dənə 2, bir dənə 3, bir dənə də 5 götürürəm. Deməli doğru cavab olur 3. Duzluluq faizi 15% olan 40 kiloqram duzlu su məhlulundan neçə kiloqram su buxarlanmalıdır ki, məhlulun duzluluğu 25% olsun? Deməli 40 kiloqram məhlulun 15% duzdur. Bir dənə də qab çəkək. Deyir ki, neçə kiloqram su buxarlanmalıdır? Bilmirik. X kiloqram. X kiloqram suda, yəni duz yoxdur. 0% duz var. Buxarlanır dediyinə görə bura minus yazılır. Alınan məhlul olacaq, yəni 40-dan çıxırıq x-i. Olacaq 40 minus x. Deyir, alınan məhlulun duzluluğu 25% olsun. Yəni 40 minus x kiloqram məhlulda 25% duz olsun. İndi
Yəni içəridəkiləri kənardakılara vururuq. Olacaq 40 vur 15, çıxılsın x vur 0, bərabərdir 25 vurulsun 40 minus x-ə. 40-ı 15-ə vursaq olacaq 600, bərabərdir 25-i 40-a vursaq olacaq 1000, çıxılsın 25x. Buradan 25x-i tapsaq olacaq 1000-dən 600-ü çıxırıq 400. X-də tapsaq 16. Yəni 400-ü 25-ə bölürük olur 16. Deməli 16 kiloqram su buxarlanmalıdır ki, alınan məhlulun duzluluğu 25% olsun. Doğru cavab 16. A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. B ədədinin 4 misli C ədədinin 5 mislinə bərabərdir. C ədədi A ədədinin neçə faizidir? Yazaq, A ədədinin 3 misli olacaq 3A, bərabərdir B ədədinin 2 mislinə, yəni 2B-yə. B ədədinin 4 misli, yəni 4B, bərabərdir C ədədinin 5 mislinə, yəni 5C-yə. Burada baxsaq, yəni biz belə bərabərlik olanda ortadakıları 1, kənardakıları 1 götürürük. Yəni A bərabər olmalıdır 2K-ya, B bərabər olmalıdır 3K-ya. Eyni qayda ilə burada da götürsək, B bərabər olmalıdır 5K-ya, C bərabər olmalıdır 4K-ya. İndi baxın, burada B bərabər, birincidə B bərabər 3K olur, aşağıda B bərabərdir 5K olur. Yəni bunlar eyniləşməlidir də, birində 2K, birində 5K ola bilməz. Ona görə eyniləşdirmək üçün birincini vuraram 5-ə. Yəni birinci bərabərliyin hər tərəfinə 5-ə vursaq olacaq 15A bərabərdir 10B-yə. İkinci bərabərliyin hər tərəfini 3-ə vursaq olacaq 12B bərabərdir 15C-yə. Artıq buradan yaza bilərik. Ortadakıları 1, kənardakıları 1 götürsək. Olacaq A bərabərdir 10K, B bərabərdir 15K. Eyni qayda ilə burada da ortadakıları 1, kənardakıları 1 götürsək, B bərabər olur 15K, doğrudur. C bərabər olur 12K-ya. İndi deyir ki, C ədədi A ədədinin neçə faizi? Yəni demək istəyir ki, 12K 10K-nın neçə faizidir? C-ni bölürük A-ya, vururuq 100%-ə. Yerinə yazsaq, 12K-nı bölürük 10K-ya, vururuq 100%-ə. K-lar ixtisar gedir. 10 ilə 100-ü ixtisar etsək 10 düşür. 12-ni 10-a vursaq 120%. Doğru cavab 120. Şəkildə AB paraleldir KF-ə, BC perpendikulyardır BO, FY perpendikulyardır FO. Bucaq ABC-ni verib X, BCD 73 dərəcə, CDY 65 dərəcə, DYF 48 dərəcə, YFK Y olarsa BOF-i tapın. Yəni bizdən bu bucağı, alfa bucağını soruşur. Biz alfanı tapmalıyıq. AB ilə KF paraleldir. Ona görə baxın, burada bir şəkil əmələ gəlir. Belə bir şəkil. Bu şəkildə bir tərəfə baxan bucaqların cəmi digər tərəfə baxan bucaqların cəminə bərabərdir. Yəni baxaq, X üstəgəl 65 üstəgəl Y bərabər olmalıdır 73 üstəgəl 48-ə. Buradan x üstəgəl y-i tapsaq olacaq 73 ilə 48-i toplayırıq. Olur 121, çıxırıq 65-i. X üstəgəl y bərabər olacaq. 121-dən 65-i çıxsaq 56 dərəcə. Deməli x üstəgəl y oldu 56 dərəcə. İndi baxın, belə bir şəkil göstərirəm. Baxın, belə bir şəkil veriləndə baxın, bu bucaq olmalıdır 90. Yəni burada CBO 90 dərəcədir. Burada əmələ gələn bucaq olacaq 90 plus x. Yəni bunu silək, buradan yazaq. Yəni 90 plus x. Üstə gəlsin. Bu bucaq alfadır. Üstə gəlsin, burada əmələ gələn bu bucaq olacaq 90 plus y. Bu 3 dənə bucağın cəmi 360 dərəcə olmalıdır. 90 90 olur 180. Üstə gəlsin x üstə gəl y-i bir qruplaşdıraq. Üstə gəl alfa bərabər olmalıdır 360 dərəcə. Buradan x plus y-in yerinə biz tapmışdıq 56 dərəcə. Yəni x plus y 56 dərəcədir. Gətib yerinə yazsaq olacaq 180, üstə gəlsin 56, üstə gəlsin alfa bərabərdir 360-a. Buradan alfanı tapsaq olacaq 124 dərəcə. Ədəd oxu üzərində 2x plus 7 nöqtəsi ilə 3x plus 3 nöqtəsi arasındakı məsafə 9 vahiddir. X-in mümkün qiymətlərinin cəmini tapın. Deməli, ədəd oxunda 2 nöqtə arasındakı məsafə bu nöqtələrin koordinatlarının fərqinin moduluna bərabərdir. Yəni olacaq belə. 2x üstəgəl 7 çıxılsın. Mötərizə də yazıram. 3x üstəgəl 3-ün modul bərabər olmalıdır 9-a. İndi bu modul altı ifadəni sadələşdirsək, yəni 2x üstəgəl 7 minus 3x minus 3 bərabərdir 9-a. Modulda 7-dən 3 çıxırıq, olur 4. 2x-dən 3x çıxırıq, mənfi x. Yəni 4 minus x bərabər olmalıdır 9-a. Yəni burada 4 minus x-in modulu 9-dursa, 4 minus x birinci halda
9 olar. İkinci halda da 4 minus x mənfi 9 olar. Birinci halda x'i tapsaq, 4-dən 9 çıxırıq, olur mənfi 5. İkinci halda x'i tapsaq, 4-ün üzərinə 9 gəlirik 13. Deməli, birinci halda x'in mümkün qiyməti mənfi 5-dir, ikinci halda 13-dür. Deyirik, mümkün qiymətlərin cəmini tapın. Yəni, mənfi 5 ilə 13-ü toplasaq, olar 8. Doğru cavab 8. A, B, C, D, Y, F ədədlərinin ədədi ortası 87-yə bərabərdir. Bu ədədlərə hansı yeni bir ədədi əlavə etmək lazımdır ki, ədədi orta 93 olsun? Deməli, ədədi orta ədədlərin cəminin onların sayına olan nisbətinə bərabərdir. İndi burada 6 dənə ədəd verib. Bunların ədədi ortası deyir 87-dir. Yəni, bunları toplayırıq. A üstəgəl, B üstəgəl, C üstəgəl, D üstəgəl, E üstəgəl, F sayına nisbəti, yəni 6. Bərabər olmalıdır 87-yə. Buradan bu cəmi tapsaq, olacaq A üstəgəl, B üstəgəl, C üstəgəl, D üstəgəl, E üstəgəl, F bərabərdir. 6 vur 87. O da bərabərdir 522. Deməli, verilən ədədlərin cəmi 522-dir. İndi deyir, bu ədədlərə hansı yeni bir ədədi əlavə etmək lazımdır? Tutaq ki, A əlavə edirəm. Əlavə etdiyim ədəd A-dır. Bunu tapmaq lazımdır. Yəni, A bərabərdir suala. Məndə 6 dənə ədəd vardı, düzdürmü? Bu ədədlərə yeni bir A ədədini əlavə etsəm, say olacaq 7 dənə. Yəni, artıq burada olacaq A ədədi orta belə olacaq. Bu 7 dənə ədədin cəmi, yəni A üstəgəl, B üstəgəl, C üstəgəl, D üstəgəl, E üstəgəl, F, üstəgəl bir dənə də bu A ədədi. Bölünsün, say oldu 7. Bizə veribdir 93. Ədədi orta 93-dür. İndi mən bu 6 dənə ədədin cəmini hesablamışdım 522. Gətirib yerinə yazacağım. Olacaq 522 üstə gəlinsin A, bölünsün 7, bərabərdir 93. Buradan 522 üstə gəlinsin A, bərabərdir. 7-ni vururuq 93-ə. Olur 651. Buradan A-nı tapsaq, 651-dən 522-ni çıxırıq. Olur 129. Deməli, əlavə edilən ədəd 129-dur. Uyğun tərəfləri paralel olan bucaqlardan biri x plus 20 dərəcə, digəri isə 4x minus 10 dərəcə olarsa, x-in mümkün qiymətlərinin cəmini tapın. Bilirik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcədir. Birinci halda bunları bərabər götürək. Yəni, x plus 20 bərabərdir 4x minus 10-a. Buradan həll edib x-i tapaq. Yəni, x-i keçirdək sağ tərəfə, mənfi 10-u keçirdək sol tərəfə. Olacaq 20 üstəgəl 10 bərabərdir 4x minus x-ə. 30 bərabərdir 3x, x də bərabərdir 30-u 3-ə bölürük 10. Deməli, birinci halda x-i tapdıq 10. İkinci halda bunların cəmi olmalıdır 180 dərəcə. Yəni, x plus 20 üstə gəlsin 4x minus 10 bərabər olmalıdır 180-ə. 5x plus 10 bərabərdir 180. Buradan 5x bərabər olur 170-ə, x də bərabər olur. 170-i 5-ə bölsək olacaq 34. Deməli, ikinci halda da oldu 34. Deyir, mümkün qiymətlərin cəmini tapın, yəni 10 ilə 34-ü toplayırıq, olur 44. Doğru cavab 44.